Almaniyanın Münxen şəhərində açıq səma altında Azərbaycanın mina qurbanlarına həsr olunmuş foto sərgi keçirilib. Gilavar Foto Klubunun təşkil etdiyi sərgi Azərbaycanın Qeydilərə Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə təhlükənin kulminasiya nöqtəsi layihəsi çərçivəsində gerçəkləşib. Mən ayağımı itirdim, amma ümidimi yox. 11 yaşımda oyuncaq bilib oynadığım mina uşaqlığımı əlimdən aldı. Həkimdim, minaya düşənləri xilas edirdim. Özüm minaya düşdüm. Şəkillərdən verilən bu mesajlar ziyarətçiləri heyrətə gətirdi. Mən bunu dəhşətli hesab edirəm. Fikrimcə, bu məsələyə siyasi səviyyədə daha çox diqqət ayrılmalıdır. Eyni zamanda məlumat toplamaq, bu barədə danışmaq və ictimaiyyətin diqqətini çəkməyə çalışmaq hər bir şəxsin üzərinə düşən məsuliyyətdir. Çünki yalnız bu yolla insanlara ən azı müəyyən mənada dəyər vermək və minnətdarlıq göstərmək mümkündür. Ümumiyyətlə, müharibələrə qarşı bütün dünyada çox az iş görülür. Mən bunu açıq deyə bilərəm. Mina problemi isə demək olar ki, hər yerdədir. Azərbaycanda da bu mövzuda müəyyən məlumatlar var. Mən tam detalları bilmirəm, amma Ermənistanın törətdikləri hamıya məlumdur. Əsas məsələ isə odur ki, görülən işlər hələ də kifayət etmir. Bu vəziyyət mənə çox kədərli görünür və açığı olduqca mənfi aldı. Düzgün yanaşma isə bundan qat-qat artıq iş görmək, daha ciddi addımlar atmaq olardı. Sərgidə 20-dən çox foto şəkil, mina qurbanlarının hekayələri, QR kod və statistika vasitəsilə təqdim olunub. Münxendə hazırda küçələr daha izdihamlıdır. Minlərlə turist Oktyabr festivalında iştirak etmək üçün Münxenə axışır. Və elə bu məqamda Azərbaycan nümayəndələri mina qurbanlarına həsr olunmuş foto sərgi ilə çıxış edirlər. Bu isə bu problemə daha çox insanın diqqətinin cəlb olunması deməkdir. Sərgidə qeyd olundu ki, 2 gün əvvəl Qarabağda daha bir Azərbaycanlı, kəşfiyyatçı xanı kimi tanınan Seyyab Əhmədov minaya düşərək vəfat edib. Bu da mina probleminin bu gündə aktual və real bir təhlükə olduğunu göstərir. Növbəti günlərdə isə Almaniyanın digər şəhəri Nürnbergdə və daha sonra isə Avropanın digər şəhərlərində biz bunu layihəni davam edəcəyik. Sərgi ziyarətçilərdə məlumat verildi ki, Ermənistanın mina müharibəsi nəticəsində bu günədək 3400-dən çox azərbaycanlı mina qurbanına çevrilib. Onlardan 409-u 2020-2025-ci illərdə mina və partlamamış hərbi sursatlardan xəsarət alanlardır. Son 5 ildə mina hadisələri 71 azərbaycanlının həyatına son qoyub. Siyasi təzyiqlərdən sonra Ermənistan müəyyən mina xəritələri təhvil versə də, onların yalnız 25% düzgün çıxıb. Günay Məmmədova, İlkin Əli, Azərbaycan televiziyasının Almaniya bürosu, Münxen.